Start səslənir və beləliklə Qarabağ-Sumqayıt qarşılaşması başladı. İrəliyir, Zubir Qarabağ hücumdadır. Zubir ötürmə Nərman Axundzadə. Bir qədər geri, Kadi. Benziyanın zərbə. Qeyri-dəqiq, top qapıdan aralı keçir. Benziya qapı çərçivəsinə düşə bilmədi. Xaçayev. Qarşısı bağlıdır. Leandro baxır kiminlə oynasın. Top Kadi'nin önündən düşdü. Kadi'dən zərbə. Benziya qapçı xəyal oynadı. Statistikaya bir də Sadiq Məmmədzadən əlavədə ikinci tur Kəpəzlə ev maçında 3-0'lık maç. Bir də həmin o quru oyun. Az əvvəlsə Kadi, Leandro. Qapıya zərbə indirilir. Qeyri-dəqiq. Leandro'nun zərbəsi. Top qapıdan aralı keçir. Ronaldo Vazquez. Vazquez qapıya baxır. Zərbə indirmək olar. İndirir zərbəsini. Top Qarabağın oyunçusuna dəyəri istiqamətini dəyişir və qapının üzərindən aşır. Küncdən zərbə. İndirdi və küncdən zərbə olacaq. Ayxan Süleymanlı. Ayxandan cərmə meydançası önünə ötürmə. Bobir. Səbuhi. Ondan zərbə indirilir. Dəqiq deyil. Top qapıdan aralı keçdi. Zubir. Nərmana ötürmə. Nərman qapı qarşısı göndərilən top. Leandro Andrade. Onun zərbəsi qarşıda alındı. Ayxan Süleymanlı. Baxırıq bir daha. Nərman Axundzadə təbii ki oyundan kənar vəziyyət yoxdur. Ondan qapıya paralel ötürmə. Ayxan düzü ilk cəhdə. Rekordçu Mahmud Qurbanova məxsus rekordu göstəricini təkrarlayıb. Qarabağ hücumda geri ötürmə. Qapıya zərbə indirilir. Qapçı xəyal. Növbəti zərbə olacaq. Hücum davam edir. Leandro Andrade geri ötürmə. Benziya zərbə. Topu boş qapıdan çıxarırlar. Dəqiqləşdirməyə çalışaq. Baxırıq. Və budur. Kadi'dən zərbə. Qapçı geri qaytardı. Leandro Andrade'nin ötürmədən sonra Benziyanın zərbəsi. Burada da Xaçayev. Andrade ara ötürməsi. Tural. Və Tural top meydandan çıxdı. Top xətti keçmişdi. Bəli, keçmişdi. Gülnurə Əkbərzadə də buna işarə edir. Bəli, təbii keçmişdi. Bu da az əvvəl Kepsudun təkrarı. Bir daha Zirik. Və budur qapçı. Daha sonra isə Xaçayev. Xaçayev burada topu boş qapıdan çıxardı. Tural Bayramov gəldi hücuma dəstəyə. Leandro. Leandro'dan qapı qarşısına Milovic. İndi Kadi topladı. Kadi'dən Cəfər Quliyevə. Çətinlik çəkir Sumqayıt hücumlarının qarşısı almaq, amma hələ ki döyüşürlər. Qapıya zərbə və gol! Və gol! Benziya 59-cu dəqiqə. Gol istəyinə çatdı Qarabağ nəhayət ki. Baxırıq bir daha. Benziya uzaqdan zərbə, top qapı tirinə dəyərək tora daxil oldu. Buradan hər şey daha dəqiq görünəcək. Benziyanın zərbəsi, bəli burada sanki top yüngülcə Milovic'ə toxunaraq istiqamətini dəyişdi. Amma təbii ki bu heç bir halda Benziyanın vurduğu qola kölgə salmamalıdır. Benziya 7-ci qolunu vurdu. Mövsümdə 7-ci qol. Ronaldo Vazquez. Ara ötürməsi. Karaişvili top dirəyə dəydi. Oyundan kənar vəziyyətdə yox idi. Növbəti ötürmə. Deyəcəyik bir daha baxaq. Hələlik dəyişiklik olacaq Sumqayıtda. Efsonun təkrarını izləyirik. 12-11. Karaişvili 12 nömrəli oyuncu meydanı tərk edir. Onun əvəzinə 11 nömrə Momo Yansani oyuna daxil olur və digər dəyişiklik 21-99.
21 nömrəli oyuncu Nihat Əhməzadə ilə meydan tərk edir və onun əvəzinə də Silvanus Dimeli. Yankoviç, Leandro, Tural, ötürmə, Zubir, boş qapıdan çıxarılır top. Daha bir epizod Qarabağ adına. Burada Rövlan Muradov topu boş qapıdan çıxardı. İndi Benzia. Nərmanla oynadı. Nərman Axundzadə. Zubir. Nərman topladı. Nərman Axundzadə. Ayağına toxunuş var və hakim penalti nöqtəsini göstərir. Penalti təyin olunur Sumqayıtın qapısına. Milovic təəccüblə qarşılayır bu qərarı. İkrarına baxarıq. Belki buradan daha dəqiq görə biləcək. Nərman Axundzadə topladı. Milovic. Herhalde VAR'da da incelənəcək. Hakim gözlüyündəyir. Özü baxacaq. Epizodu yenidən incələyəcək. Cavid Cəlilov. VAR'dan müdaxilə gəldi. Cavid Cəlilov epizodu incələyəcək. Təbii ki, belədir artıq. Son söz baş hakimdən. Ya qərarını qüvvətəsində saxlayacaq, ya ləğv edəcək. Bax, burada bir toxunuş göründü. Açıq ayağa bir təmas sanki görünür. Baxırıq. Milovic'in sol ayağına baxırıq. Sol ayağa bir təmas, sol ayaqla rəqibin sol ayağına. Amma düzdür, burada məsələ bundan ibarətdir ki, Nərman sağ ayağını tutdu, amma təmasın sol ayağına sanki olduğu görünür. Son söz Cavid Cəlilovdadır. Yenə qeyd edirəm, bir qədər bu epizodla bağlı qərarın tez verilməsinin tərəfdarıyam. Çünki bundan sonra digər oyunumuz da var. Neftçi Kəpəz maçı da var. Və qərar. Təkrara baxıldı və penalti yoxdur. Penalti qərarı ləğv edilir. Arada isə olan Vaqif Cavadov oldu. Sarı vərəq aldı. Ronaldo Vazquez və top qapıdan keçmir. Qapıcı Koxalskinin müdaxiləsi var. Qapısı qarşı təhlükə yaşanır. Episodun təkrarını bir daha izləyirik. Baxırıq və budur. Ronaldo Vazquez uzaq güncəndirilən zərbə və qapıcının toxunuşu. Koxalski müdaxilə etdi. Səbuh Əbdullazadə topun arxasında. Kadi karşıda boşluq. Kadi irəliyir. Kadidən cinah ötürməyə Kaşuk'la oynadı. Kaşuk geri Yankoviç. Yenə Yankoviç. Kadi zərbə və gol! 82-ci dəqiqə. Qarabağ ikinci golu vurur. Baxırıq bir daha. Epizodun təkrarı. Yankoviç'dən ötürmə və Kadidən dəqiq zərbə. Kadi Borges 6-cı golunu vurur mövsümdə. Sumqayıtın qapısına isə vurulan bu ikinci golunu 25-ci turda da fərqlənmişdi Sumqayıtlı görüşdə. Az qalıb Neftçi Kəpəz maçı və bu da finaltı və belə ilə Qarabağ 2-0 hesabı ilə qalib gəlir.